çəkibdir qəsdi məcallat kimi gözlərin. Kaman bir tərəfdədir, səya bir tərəf. Çəkibdir qəsdi məcallat kimi gözlərin. Kaman bir tərəfdədir, səya bir tərəf. Həsrətindəyəm əgər səni sevimlidir. Səndən ayrı salıbdır məni o zalmlar. Sənin eşqin edibdir, sənin eşqin edibdir bu aşıqı zarı gör necə bimar. Sənin eşqin edibdir, sənin eşqin edibdir bu aşıqı zarı gör necə bimar. Həsrəti yandıracaqdır divanələri, bağlacinən kənarına biganələri. Ay qız atma zülfündəki divanələri, bağlacinən bir tərəfdən say bir tərəf. Ay qız atma zülfündəki divanələri, bağlacinən bir tərəfdən say bir tərəf. Həsrətindəyəm əgər səni sevimlidir. Səndən ayrı salıbdır məni o zalmlar. Sənin eşqin edibdir, sənin eşqin edibdir bu aşıqı zarı gör necə bimar. Sənin eşqin edibdir, sənin eşqin edibdir bu aşıqı zarı gör necə bimar. Bu aşıqı zarı gör necə bimar. Sensiz ey gül kölmüyün bir dəm qərarı yoxdur yox. Sensiz ey gül kölmüyün bir dəm qərarı yoxdur yox. Səndən özgə neyləsin bir qəm qısarı yoxdur yox. Dərdi hicrin çarəsin hərçənd bildim səbrimi. Dərdi hicrin çarəsin dərdi hicrin çarəsin hərçənd bildim səbrimi. Neyləyim billah
Kənan Taxızadəni dinlədik və bu bizim növbəti az yaşlı iştirakçımız idi. Görək, münsiflər heyətinin fikri necə olacaq? Sərdar müəllim. Bilirsiniz, mən bu az yaşlı ifaçılarımıza rəğbətim böyük olur. Çünki onların ifasında elə bir gözəllik var ki, təbiilik var ki, istər-istəməz dinləyicini alır. Və bizi də münsifdən çox bir dinləyiciyə çevirir. Biz də məmnuniyyətlə onu dinləyirik. O təbiilik, o həvəs, o gözəllik istər-istəməz bizdə yaxşı fikirlər yaradır və fikrimizi də biz 9 bala dəyərləndirirsiniz. Vamik müəllim, siz nə düşünürsünüz? Əvvəla bu repertuar bunu bizim rəhmətli Əbülfət Əliyevin mahnılarındandır. Çox gözəl oxuyub. Deyəsən, qulaq asıb sonra hardansa, görürsən, hardan bəhrələnib. Qulaq asmaq lazımdır, yaxşı ifalara. Hüseyin, çox sağ olun rənglərə görə. Birinci şestə epasarı kimin idi o? Murtuzun idi, təbrik edirəm. Bəs öbürsü Bayasbahan rəngi. Görürsünüz, bizim rəngləri xalq musiqiçiləri yazırlar. Necə, məsələn, xanəndələr təsnif icad edir. Məndən sağ ol deyərsə mənim adımdan. Çox sağ ol. Sənin oxumağın o çox sərbəst bir oxumaq idi. Yəni ki, özü bir xanəndə kimi hiss edirdin. Fikirləşirdin ki, mən gələcəyinə xanəndə olacağım. Sözsüz ki, olarsan. Əgər bu şövqlə getsən, bu münvalla sən yəni ki, həyatda öz yerini tapa bilərsən və gələcəyinə məşhur xanəndə ola bilərsən. Ona görə mən də səni bu bugünkü çıxışını yaxşı qiymətləndirirəm. Və 9 balla dəyərləndirir. İndi Səkinə xanımı işləyəcək. Görək, onun fikri necə olacaq? Çox maraqlıdır ki, bu uşaqların ifası, onların klassik muğam ifaçılığına həvəsi. Bax, birinci bizim mətləb ifa elədi Nəsiminin qəzəlini. Bizim indi bu balamız da Nəbatini oxuyur. Bilirsiniz, görürsən ki, neçə illərdir məsələn sənətdədir, belə xanəndələr var da məsələn səhnədə. Çalışırlar rahat, nə bilim, çox oxunan, çox işlənən qəzəllərdən istifadə edirlər. Adam doğrudan da qulaq asanda deyirsə nə qədər bu eyni qəzəli oxumaq olar. Bax, budur. Bu yaşda bunlar klassik qəzəlxanlara, şairlərə müraciət edirlər. Bir alqışla bu gözəl balamıza gəlsin. Və təbii ki 9 balla dəyərləndirirsiniz. Mənsum müəllim. Səkinə xanım, mənim bütün fikirlərimi dedi, ancaq mənə o demək o qalır ki, Allah qorusun. Və Mənsum müəllim də 9 balla dəyərləndirdi. Mənək xanım, sizi eşidək. Şərhsiz 9 bal təqdim etdi. Nəzakət xanım. Kənan, ustadlarımız gözəl söylədi. Bir irad deyil, gələcəkdə yadında saxla. Çıları çox deyirsə, çı. Onları yumuşaq dinən olun. Təbrik edirəm, təbii ki 9. Və Nəzakət xanım da 9 balla dəyərləndirdi. Təşəkkür edirik. İlqar müəllim, sizin də fikrinizi alaq. Mən də təbrik edirəm gözəl ifaya görə. Mən həmişə deyirəm, bu qəzəl ifasında ən kiçik bir qüsur da kiçik vaxtından dilivə yatdısa, sonra axıra qədər o qüsur qalacaq, çalış olmasın. Məsəl üçün, orada bizim bəzi xanəndələrimizin səhvən dediyi bir şeyi sən düz dedin, o xoşuma gəldi. Dərdi hicrin çarəsin, hərçəndi bildim səbr imiş. Bəzən bizdə oxuyanda orada bir i artırırlar. Dərdi hicrin çarəsini, hərçəndi bildim səbr imiş. Amma əruzda, qəzəliyyatda o bir hərf belə, bir səs belə bütün bəhri poza bilir. O baxımdan onu mən fikir verdim ki, sən düz oxudun. Yəni, i demədin. Dərdi hicrin çarəsini, hərçəndi bildim səbr imiş. Neyniyim, amma bu dəryanın kənarı yoxdur, yox. Bir yoxdur orada. Sən oxudun, neyniyim, amma bu dəryanın bir kənarı yoxdur, yox. Yəni, o bir sözünü demə, yəni o yadında saxla, gələcək üçün də bu qəzəli oxuyanda. Dərdi hicrin çarəsini, hərçəndi bildim, səbr imiş. Yəni, hicr ayrılıq dərdinə başqa əlac yoxdur, ancaq dözməkdir.
Amma tərslikdən bu dəryanın da bir sahili görünmürdü. Elə səbr elədikcə ardı gəlir, səbr elədikcə ardı gəlir. Şair bunu demək istəyir. O baxımdan yəni bir sözünü demə, neyniyim, amma bu dəryanın kənarı yoxdur, yox. Qalan hər şey qaydasındadır. Bir daha təbrik edirəm. Və İlqar müəllim də 9 balla dəyərləndirdi. Kənanın indi ümumi ballarını söyləyəcək. 63 bal topladı. Təbrik edirik sizi. Və bax bu alqışlarla yola salacağıq gözləmə otağına.